Son günlər Eyübovlar ailəsinin adının qalmaqallı məsələlərdə hallanması, Bəylər Eyübovun qardaşı oğlanlarından birinin həbsi, digərinin vəzifədən uzaqlaşdırılması xəbəri ölkə mediasında şok effekti yaratdı. Halbuki bu Eyübovlarla bağlı olan ilk qalmaqal deyil. Dəfələrlə Bəylər Eyübovun daha bir qardaşı oğlu Robert Eyübovun qanunsuz əməlləri barədə ittiham dolu xəbərlər medianın gündəmini zəbt edib. Bunlardan biri də Robert Eyübovun Sonar Farm şirkətini qanunsuz yollarla ələ keçirməsi xəbəridir. Qeyd edək ki, 50% payı Elnur İskəndərova, 50% payı Mahirə Əsədovaya aid olan 21 milyonluq şirkət hədə-qorxu yolu ilə 300 min qarşılığında Robert Eyübovun adına rəsmiləşdirildiyi bildirilir. Hazırda Ədliyyə Nazirliyinin penitensiar xidmətinin 10 saylı cəza çəkmə müəssisəsində saxlanılan İskəndərov Elnur ifadəsində bildirib ki, vəkil Əziz Qəmbərli tərəfindən daim təhdid edilib. Bunun nəticəsində də şirkətini itirib. Eyni zamanda Elnur İskəndərov Məzahir adlı şəxsin vasitəsilə 1 milyon 200 min manat pulu da hədə-qorxu yolu ilə özünü Prezidentin Təhlükəsizlik Xidmətinin işçisi kimi təqdim edən Samir adlı şəxsə verdiyini də ifadəsində bildirib. İddialara görə həmin məbləğ də Samirin əli ilə Robert Eyübova çatdırılıb. Mövzunun aktuallığını nəzərə alıb şirkətin yaradıcısı olduğunu bildirən Mahirə Əsədova ilə əlaqə saxlayıb 1 milyon 200 min manat məsələsinə aydınlıq gətirməyə çalışdıq. 1 milyon 200 min manat pulla bağlı məsələyə sizi ona aydınlıq gətirə bilərəm ki, bəli, o pul Sonar Farm şirkətinin kassasından müəyyən hissəsi Əziz Qəmbərliyə, müəyyən hissəsi də Prezidentin Təhlükəsizlik Xidmətində işləyən Samir adlı şəxsə hüquq mühafizə orqanlarında hansısa bir işi düzəltmək üçün verilib. Və bütün bunlar barədə də şahid ifadələri Binəqədi Polis İdarəsində var, qeyd olunub, izahatlar alınıb, şahidlər öz ifadələrini verib və Əziz Qəmbərlinin də bu pulu götürməsi ilə bağlı səs yazıları polis idarəsinə təqdim olunub. 2 səs yazısı bu pulun götürülməsi ilə bağlı bəli hüquq mühafizə orqanlarına təqdim olunub. Daha dəqiq Binəqədi Polis İdarəsinə. Mahirə xanım eyni zamanda Sonar Farm şirkətinin öncədən Robert Eyübova aid olduğu xəbərinə də aydınlıq gətirdi. Bu sualınıza da belə cavab verərdim. Bu şirkətin, yəni Sonar Farm şirkətinin qurucusu Mahirə Əsədovadır. Mahirə Əsədovanın xəbəri olmadan, yəni mən 50% pay sahibiyəm bu şirkətə, mənim xəbərim olmadan bu şirkət alqı-satqı olunub və mənim bu şirkətə qoyduğum o 50% sərmayənin rəsmi sənədləri Binəqədi Polis İdarəsindədir. Bu şirkət, yəni Sonar Farm şirkətinin 51%-i Robert Eyübovun adına rəsmiləşdirildikdən sonra Əziz Qəmbərli Sonar Farm şirkətində iclas aparır və o iclasda işçiləri dövlət təhlükəsizliyinin adından, daxili işlər orqanlarının adından manipulyasiya edir və işçilərə bildirir ki, bu şirkət öncədən də Robert Eyübovun olub, maliyyəsi onun olub. Sadəcə olaraq hüquq mühafizə orqanları ilə mübahisələrimiz olduğuna görə şirkəti artıq Robert Eyübov məcbur olub öz adına keçirdib. Bunlar hamısı absurd yalanlardır. Çünki o şirkəti əgər mən yaratmışamsa, o şirkətə 3 nəfər insan aidiyyatı var. Elnur İskəndərov, Mahirə Əsədova və Saqil Hacıyev və hüquq mühafizə orqanları anten dairələrinə nəzər salsalar və Azərselə müraciət eləsələr, görəcəklər ki, bu vaxta qədər heç bir zaman nə Elnur İskəndərov, nə Saqil Hacıyevin, nə də Mahirə Əsədovanın Robert Eyübovla nə danışıq əlaqələri olub, nə görüşləri olub heç bir zaman, nə də bu 3 insanın heç biri Robert Eyübovu tanımır. Bax, bunların hamısı da yalandır və bu yalanları Əziz Qəmbərli bu işçilərə niyə deyir, onu da bilmirəm və bu danışdıqlarım hamısı öz təsdiqini tapacaq. Çünki bu səs yazı formasında Binəqədi Polis İdarəsinə təqdim olunub. Qeyd edək ki, şikayət üzrə Binəqədi Polis İdarəsində araşdırma zamanı bütün şahidlər lazımi ifadələrini verib, səs yazıları təqdim olunub. Lakin cinayət işi başlanılmayıb. Bundan narazı qalan tərəfin hüquqlarını müdafiə edən Türkiyəli vəkil İbrahim Köçlərə Baş prokuror Kəmran Əliyevə müraciət edərək məsələnin tam şəffaf və obyektiv şəkildə araşdırılmasına göstəriş verməsini xahiş edib.
Vəkilin müraciətindən sonra Binəqədi rayon prokurorluğundan rayon polis idarəsinə əlavə araşdırma aparılması üçün məktub göndərilib. Elnur İskəndərovun şikayəti əsasında Binəqədi rayon polis idarəsində aparılan araşdırmadan sonra cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar ləğv edilib və iş araşdırma aparılması üçün Binəqədi rayon polis idarəsinə göndərilib. Lakin özünü zərər çəkən tərəf kimi hesab edən Mahirə Əsədova baş prokuror Kəmran Əliyevə müraciət edərək işin yenidən Binəqədi polis idarəsində yox, baş prokuror yanında korrupsiya qarşı mübarizə baş idarəsində aparılmasını xahiş edir. Və mən bu sosial media üzərindən bizim çox hörmətli baş prokurorumuz Kəmran Əliyevdən rica edirəm, bizim işimizi Binəqədi polis idarəsindən alıb baş prokuror yanında korrupsiya idarəsinə obyektiv araşdırma üçün versinlər. Bu mənim hüququmdur, müraciət hüququmdur və mən çox rica edirəm ki, bu işi nəzarətinə götürsün. Sonda Mahirə xanım onu da qeyd etdi ki, Prezident İlham Əliyevin dövlət idarə etməsində əsas prinsipi xalqa xidmət olub. Bu, dövlət idarə etməsinin dəyişməyən qaydasıdır. Çünki Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir. Heç kim qanundan üstün ola bilməz. Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, heç kim qanundan üstün deyil. Heç kim üçün heç bir xüsusi status, heç bir imtiyaz yoxdur. Ümid edirik ki, bu məsələdə də haqq, ədalət öz yerini tapacaq.